Qarabağın bu mövsüm Çempionlar Liqasındakı möhtəşəm oyunu İtaliya çempionluğunu qarşılaşmaya tam motivasiya etmişdi. Arxayınlıqdan, rahatlıqdan söhbət belə gedə bilməzdi. İtalyanların qarşısında sadəcə bir Azərbaycan komandası deyil, Benfica-nı, Kopenhageni məğlub etmiş, Chelsea ilə oyunda qələbəni əldən vermiş rəqib vardı. Neapolluların Çempionlar Liqasında 4 oyundan cəmi 4 xal yığması onlar üçün qələbəni hava su kimi vacib edirdi. Üstəlik Napolinin baş məşqçisi Antonio Conte'nin də dediyi kimi bu Napoli üçün, bütün Neapollular üçün xüsusi bir axşam idi. Napoli klubun və şəhərin əfsanəsi, dünya futbolunun ən möhtəşəm oyuncularından olan Diego Armando Maradona'nın ruhunu şərəfləndirmək istəyirdi. Həmin axşam Maradona'nın anım günü, vəfatının 5-ci il dönümü idi. Belə bir gündə özü də Maradona'nın adını daşıyan stadionda Napolinin qələbədən başqa yolu yox idi. Antonio Conte Qarabağı da, Qurban Qurbanovu da yaxşı tanıyırdı. 8 il əvvəl Çempionlar Liqasının qrup mərhələsində onun baş məşqçisi olduğu Chelsea Qarabağa 2 oyunun cəmində 10 qol vurmuşdu. İndi isə nə Conte Chelsea-dədir, nə də Qarabağ həminkidir. Kadinin zədə üzündən heyətdə olmaması Qurbanovu nə dərəcədə qayğılandırırsa, Conte'ni də Lukaku və De Bruyne'nin yoxluğu düşündürürdü. Amma Qarabağdan fərqli olaraq Napolinin heyəti daha zəngin, səviyyəli ehtiyat oyuncuları daha çoxdur. İtalyanların qələbəsində rol oynayan amillərdən biri də məhz bu oldu. Birincisi də Qarabağ meydanın rəqibə aid hissəsində pressing etməklə Neapollulara rahat hücum qurmaq imkanı vermirdi. İlk 45 dəqiqədə yalnız 2 epizodda Napolinin qol vurmaq üçün real imkanı oldu. Onda da Kochalski möhtəşəm oynadı. Polyak golkiper bu oyunda komandanın heyətində ən yaxşı idi. Dəf etdiyi zərbələr, rəqiblə təkbətək qaldığı epizodlardakı qurtarışlar, penalti epizodundakı reaksiyası sadəcə inanılmaz, sadəcə möhtəşəm idi. Bu oyunla Qarabağın onu heyətində saxlaması çətin olacaq. Penalti epizoduna gəlincə dünyaca məşhur Polyak referi Şimon Marsinyakın qərarına şərhi yalnız söyüşlə vermək olar. Rəqib Yankoviçin üzünə aşkar zərbə endirib onu yerə sərir, hakim isə Qarabağın qapısına penalti təyin edir. Yaxşı ki, Kochalskinin ustalığı Qarabağın haqsız qol yeməsinə imkan vermədi. Qol epizodlarında da Kochalskilik bir şey yox idi. İlk qolda zərbəni qaytarsa da McTominay'ə mane olan tapılmadı. İkinci qolda isə Yankoviç şanssızlıq yaşadı. Yenə McTominay ön plana çıxdı. Şotlandiyalı oyunçunun alınmayan qayçı zərbəsindən sonra top tərslikdən Markonun ayağına çarpıb qapçımızı yanıltdı. Həmin axşam Napolini McTominay xilas etdi. Qarabağın məğlubiyyətində Medina'nın zədələnməsi də böyük rol oynadı. Top onun üzünə çırpıldıqda sanki Qarabağın müdafiə xəttinin dirəyi yıxıldı. Bundan sonra Kevin bir müddət meydanda olsa da narahatlıq hiss etdiyindən əvəzlənməli oldu. Belə də Kochalski ən güclü köməkçisini, dayağını itirdi. Rəqibin işi asanlaşdı. Özü də həmin dəqiqələrdə Napoli təzyiqi xeyli artırmışdı. Qarabağ hücum xəttində yetərincə kəsərli ola bilmədi və yekun nəticə məntiqli oldu. Amma faciə baş verməyib, 5 oyuna 7 xalı Barcelonada toplayıb. Juventus, Benfica, Atletik Bilbao isə hələ də Qarabağa aşağıdan yuxarı baxır. Qarşıdakı 3 oyundan azı 4 xal toplamaq Qarabağı play-offa çıxara bilər. Növbəti rəqib isə dekabrın 10-da Bakıda Ajax olacaq. Liqada bütün 5 oyunun hamısını uduzan tək komanda olan Ajax. Lap yaxın illərdə bu bizə xəyal kimi gələrdi, amma indi vəziyyət belədir ki, biz Ajaxa Niderland futbolunun brendinə, Avropanın ən yaxşı futbol akademiyalarından birinə malik kluba 3 xal gözü ilə baxırıq. Allah peşman etməsin. Hazırlaşaq dekabrın 10-na. İlkin Fikrətoğlu xüsusi olaraq Sport Info TV üçün.